Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb. Buraxılış imtahanlarında xarici dilin məcburi fən kimi olması, açıq tipli sualların tətbiqi və ikinci cəhdin olması mühüm dəyişikliklərdən idi. Bu fikirləri Elm və Təhsil Naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi praktik konfransda deyib. Tədbirdə Dövlət İmtahan Mərkəzinin idarə heyətinin sədri Məleykə Abbaszadə də açıqlamalar verib. Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında hal-hazırda çox ciddi işbirliyi, əməkdaşlıq baş verir. Bunlardan yəqin ki, birinci və ən vacibi mövcud imtahan belə deyək, modelinin və mövcud imtahan məzmununun beynəlxalq qiymətləndirmə çərçivələrinə yaxınlaşması və yoğunlaşmasıdır. Bu düşünürəm, çünki yenə də əsas fikrə qayıdıram ki, imtahanların məzmunu təhsilin sonunda keyfiyyətini dəyişmək üçün ən qısa yoldur. Dövlət İmtahan Mərkəzi artıq universitetə qəbul olmaq üçün sadə seçim mexanizmi olmaqdan kənara çıxdı. Biz ədalət instrukturunun mühüm elementinə çevrilmişik. Vətəndaşları məktəb partasından peşəkar fəaliyyətinə qədər müşahidə edirik. Biz dünyanın ən ekoloji təmiz enerjisi olan insan intellekti ilə işləyən sosial liftin fəaliyyətinə zəmin yaradırıq. Hər il 15 milyondan çox elektron xidmət göstərərək rəqəmsal idarəetmə prinsiplərinin gündəlik həyata tətbiq etmişik.